Doşabın ən məsuliyyətli vaxtına gəlib çatdıq. Ocaqdan aralanmaq olmaz. Ocaqlardan daha doğrusu. Saat 4-dən biraz geçib. 10 saatdir bu işlə məşğuluq. Hardasa 8 saatdir də ocaqlarımız yanır. Əvvəl odunla da ocağı qaladığımız vaxtlar olubdur. Odunun yaxşı müsbət cəhəti də var. Tez başa gəlir, mənfi cəhəti odur ki, belə gələn vaxtı, hallanan vaxtı ocağın altını çəkmək olmur, bir də gördüm daşdı getdi. Neçə dəfə başımıza gəlib, daşıb 4-5 litr doşab gedib yerə. 100 manat itirəcəyimizə, əziyyətimiz əlimizdə qalacağına 15 manatlıq qaz yandırsaq daha yaxşıdır. Qab-qaşıq da yumaq üçün getdi, bir qaldı. Tutun lətləri, bir qazanda ikisinin içində, bundan da azdan çoxdan şirə çıxacaq. Ayxan deyir, onları mən içəcəm. Burada da var. Bu ocaqdakı doşab laf hallanıb, əmələ gəlib. Köpüyü də fərqlidir. Vulkan kimi kükrüyür. Teştin kənarlarına da sarı köynəklər yerləşir. Ocaqlarımızın ikisi eynidir. Bu deyəsən biraz zəif yanır. Çoxdan almışdım. Şir tutub gözlərin nədir ki, yaxşı yanmır. Ancaq bu bir ocağımızı 3-4 gün bundan əvvəl almışam. Planlaşdırmışdım ki, doşaba özün yetirməlidir bir ocaq. Üçüncü bir dənə də var. O balacadır, yaxşı yanmır. Bir-iki dənəsində yandırıb xarab eləmişik. Kətdə biri xarab olub, sıradan çıxmamış, digərini alıb onun yerinə qoymaq lazımdır. İnəyin birdirsə, birini də al ki, inəyin başına bir iş gələndə inəkli olasın. Doşabın üzündəki sarı köynəklər nə? Yüz gözüm qırışdırıb. Min yaşında adamın sifətinə oxşuyur. Qırışları çox dərindir, ona görə 1000 yaş verdim ona. Yoxsa kim idi 1000 yaş yaşayan? Bir ətrafa yayılıb, kim yeni hiss eləsə olacaq. Yaxında doşabımızın kim ki yeni duyur, yaxınlaşsın. Bir göz haqqı var, bir də burun haqqı olsun. Gözün ən çox ummaq olmaz, hər gün televiziyalarda yemək proqramları var. Ancaq elə adam var ki, bir yeməyin iyin duysa, gözbaşı şişər, deyirlər ki, ummusun. Deyəsən, sonra həmin yeməkdən pişirməlidirlər, yeməlidir, gözün altına sürtməlidir, neynəməlidir. Bizdə olmuyor belə hadisə. Lap uşaq vaxtından, 3-5 yaşından əgər bir iyi hiss eləmişəm kebabı filana, heç vaxt ummamışam ki, olsaydı yeyərdim. Zoruna bir gülmək versəylər belə qəbul eləməzdim. Danışıq deyəsən, doşabı daşdıracaq. Su buxarı ayrılıb, doşabla sarı köynəyin arasında qalır, sonra köynəyin yırtır, hava atmosferə qarışır. Teş dayazdır, çox dərin olsa belə, daşmasa da
Uzun müddətli qaynatsan, doşabın dibi yanar. Çağıyar, acı tam verər. Daşın qaçışar, uzun müddətli ocağın üstündə qalarsa, suyu tam çəkilər, qupquru quruyub kömürləşər. Bir dəfə 2 nəfərin doşab alverinə şahid oldum. Satan alanı deyir ki, bu doşabı apar. Biri saxlasan xarlaşıb, möhkəmləşər. Onda isti suya qoyma, ha, doşabın keyfiyyətini azaldarsın. O biri alan da başa düşmür axı bu prosesi. Bilmir ki, elə 10 saatdır biz qaynadırıq. Keyfiyyəti azalsaydı azalardı. Doşabın tərkibində qeyri-üzvi maddələr çoxdur. Mikroelementlər əvvəlki videomda demişdim. Bizə də lazım olan onlardır. Üzvlər azdır. Biraz fruktoza məhlulu falan filan. Ən əsası mikroelementlərdir ki, onların hamısı tərkibində qalır. Onların süb getmə şansı yoxdur. Axıra qədər qaynatdın, yandı, kömürləşdi ha. O elə qeyri-üzvi maddələrdir. Kömürdən söhbət gedirsə, kömür üzvüdür, ancaq ona bənzəyən bir şeydə qatı qara maddə. Doşabın tərkibi balın tərkibindən 30 dəfə zəngin. Tərkibində Mendeleyevin cədvəlində olan faydalı elementlərdən yox. Ona görə ildə hər adam 2-3 litr bəhməz doşab istifadə eləməlidir. Biz bəhmə sözünü çox da istifadə eləmirik, doşab. Nardan da doşab olar, üzümdən də, şirəsi olan, tərkib olan hər bir şeydən. Keçən gilanlardan doşab eləmişdik. Doşab olmadı o, lətin də istifadə elədik ki, cem olsun. Sonra duzlayıb, gilanar şərab elədik. Nar şərab kimi bir şeydir. Yağlı yeməklərdə istifadə eləmək olar, ancaq bizim yağlı yeməyimiz yoxdur. 3 ay bundan əvvəl Çingiz müəllim aprel ayının 20-sində bir dana kəsmişdi. Onda 3 kilo ət almışıq, hələ 2 kilosu da qalır. Biz əti qonaq üçün saxlayırıq. Gələn qonaqlar da görür ki, hər gün ət pişir, deyir, şəhətdə nə gözəl dolanırlar. Elə kösək edək kəndə. Daha bilmirlər ki, kənd cəmaatı canının dərdindən qonağın üzünə yaxşı baxır ki, gedəndə bir düzündə söz aparmasın. Ən yaxşı yeri verirsən qonağa, təzə yataq, təzə salınmış döşək, gündə ət, süd, qaymaq. Gedəndə də paypiş verirsən, çox razı qalır səndən. Elə bir ədəb hekayə var idi. İşıq saldım, keçdi arazı, filan kəs nədən narazı. Yəqin ki, bunu izləyənlərin bir neçəsi bilər bu anekdotu. Zarafat hazırlanır daşmağa. Hələ o biri 5-10 dəqiqə qaynaya bilər. Bunu gözdən buraxmaq olmaz. Getmə gözümdən, gedərəm özümdən. Dedim ki, teşti hazır olanda bilirsən. Qalxıb qıraqlarına çıxanda altını söndürürsən ocağın. Ancaq qazanda çətin idi. Gərək bir çömçə götürüb qıraqda bir nimçədə saxlayardılar. 5-10 dəqiqədən sonra yoxlayırdılar qatılığın. Soyudu, qatılaşdısa tez götürmək lazımdır. Duru olsa olur ki, ocağın altını söndürüb sabah bir də qaynadırlar ki, durudu qalır qızqır. İldən ilə qalırdı şirri vedrədə. Halva kimi olurdu, bıçaqla kəsirdilər, yeyirdi. Bilmirdi yaxı bu necə çətinliklə ərsiyə gəlir. Deyirdi, mama bundan biraz da ver. Onların da ürəyindən ədir ki, qalmasın vedrədə. Bir dəfə bir vedrə qalmışdı, yeyən də olmamışdı. Papam tutdan araq çəkirdi. Qızqırtmaq üçün doşabı da qatdı ona ki, tutun bir məhsuluddur. Spirti biraz çox olar, o da azdır.
Çox istəyən azdan da qalar. Heç bir litir də spirt çıxmadı. Bir vedrə doşab getdi. Yəqin ki videomuzu izləyənlər arasında tut doşabı yeyənlər və yaxud doşab çıxadanlar da ola bilər. Ola bilsin ki, kimin ürəyindən keçər ki, indi orada olub o sarı köynəkdən bir qaşıq soyudub yeyərdim. Pərviz Məmmədov baxdım bayaq yorumda yazıb ki, Naxçıvanda Duzdağa gəlmişəm. Müalicə alınmaq üçün gəlim kömək eləyim, buyur gəl. Gəl 3-4 gün sənin hesabı biz də gəzək dolanaq. Qapanıb qalmışıq evdə öz istəyimizlə. Bir yana çıxma yoxdur. Bu bir ocaq ondan möhkəm yanır dedim, ancaq bu sonradan qoyulub ocağın üstünə. Tərkibində su çoxdur. Bir müddət qaynamalıdır ki, suyu bitirsin. Hələlik bu videonu da yekunlaşdıraq. Son məqamda daşıtmasaq, ola bilsin ki, bir dənə də videondan süsləyərik videolarımızın kulminasiya nöqtəsini ya da ki, finalın.